Bu həyət mənim uşaqlığımın xatirəsidir. Mən Hüseynov Eldayaq 1985-ci il iyunun 1-də məhz bu evdə, bu həyətdə Saatlı rayonunun Xanlar kəndində dünyaya göz açmışam və bu ağaclarla, məhz bu quşların səsi ilə, cəhcəhi ilə uşaq vaxtı sanki bizə bu quşların səsi bir laylay idi. Bunlarla böyümüşük. İnsan olduğu yeri tərk etmiş olsa da, amma xəyalları onu tərk etmir. Bu həyətin hər bir küncündə, hər bir ağacının altında mənim uşaqlıq xatirəm var. Doğrudan da insan hara getmiş olsa, olduğu yer, doğulduğu yer onun üçün daha doğma, daha əzizdir. Mən 30 il bundan öncə çıxdığım bir yerdəyəm və doğulduğum bir diyardayam. Və bəzi sözlər var, insan onu tam ifadə edə bilmir. Elə bir xatirələr var ki, insan yaşa dolsa belə onun yaddaşından silinmir. Məhz həmin yerlərdən, həmin məkanlardan biri də bu olduğum həyətdir və burada olan xatirələrimdir ki, mən artıq 40 yaşa çatmağıma baxmayaraq 9 yaşımda bu həyətdən çıxmış olsam, 10 yaşından tamamilə kənarlaşmış olsam da belə, amma mən gözəl duyğularımı, gözəl xatirələrimi anıram və yadıma düşür və doğrudan da insan geri çönüb baxdıqda bu illər necə də tez getdi deyə düşünür. Əslində zaman həmin zamandır, vaxt həmin vaxtdır. Sadəcə uşaq vaxtı gün bizim üçün uzun olardı və vaxt sanki gec bitərdi və gec gün batardı. Amma indi hardan çıxıb, hardan batdığının bəzən biz işlərimizin çoxluğundan və bir çox yerə ilgi, qayğı göstərmək üçün bölündüyümüz üçün məcazi mənada vaxt bizim üçün daha qısa görünür, zaman bizim üçün gün daha qısa görünür və sanki sürətlə ötürmüş, keçirmiş kimi bəzən sanki gün insana yetmir, zaman vaxt insana çatmır deyə düşünürük. Rəbbimizə sonsuz həmdlər, sənalar olsun ki, elə biz uşaqlıq illərindən, o uşaqlıq dövründən dinimizə inanmamız, imanımız olub və artıq ömrümüzün o rəmzi mənada, irfanda kamillik rəmzi olan 40 yaşımıza gəlib çatmışıq və həmd olsun ki, Allah bu keçən ömürdə ona ibadət etməyi, dilimizdə onu zikr etməyi, döyünən qəlbimizdə Allahı daima yer ayırmamız və əlimiz duada olaraq ona əl açıb dua etməyi bizə nəsib edib. Allah sona qədər bu mənəvi ab-havada yaşamağı bizlərə nəsib etsin və bizləri bu yolda sabit qədəmlərdən etsin.